limon və maliyyə qərarlarımız. Bunlar arasında əlaqə nədir? Yəqin bəzən eşidirsiniz. Kimsə işi bilmir, amma yüksək maaşlı iş tapır. Çox riskli müştərilər daha aşağı faizlə kredit tapır. Bu necə olur? Nobel mükafatçısı George Akerlof bu problemi limon problemi adlandırmışdı və qaynağını məlumat asimetriyasında görürdü. Deyirdi ki, əgər bazarda alıcı və satıcı biri o birisindən çox məlumatlıdırsa, o bazar böyük ehtimalla çökəcək. Nümunə verək. İşçi axtarırsınız, 2000 manat maaş təklif edirsiniz, 10 dənə işçi var. 3 nəfər çox yaxşı bilir işi, həqiqətən kvalifikasiyalıdır, 5000 manatlıq işçidirlər. Digərləri isə işi müəyyən qədər bilirlər, 1000 manat, 1500 manatlıq işçidirlər. Siz onların fərqini bilmədiyiniz üçün keyfiyyətli işçilər çox maaşa layiq olduqlarını bildiyi üçün bazarı tərk edir və sizin əlinizdə daha aşağı keyfiyyətlilər, yəni limonlar qalır. 2000 manata o işçiləri işə götürməli olursunuz. Və ya avtomobil satırsınız, avtomobilinizin əsl dəyəri 60 mindir, amma alıcı onun fərqini bilmir. Nəticədə sizin avtomobiliniz bazarda olan orta qiymət 30 min, 40 minə uduzaraq bazarı tərk edir. Alıcının əlində daha aşağı keyfiyyətli olan, amma çox pul verilən avtomobil qalır. 30 minə, 40 minə daha keyfiyyətsiz avtomobillər satılır. Və ya banklar, əgər hamı üçün eyni faiz təklif eləsə, daha az riskli şirkətlər daha aşağı faizə layiq olduqlarını bildiyi üçün bazarı tərk eləməyə başlayacaq. Nəticədə yüksək riskli müştərilər daha aşağı faizlə kredit götürmək şansını əldə edəcək. Bəs yaxşı, bu problemi necə həll eləmək olar? Təbii ki, asimetriyanı aradan qaldırmaqla. Banklar şirkətləri maliyyə hesabatlarını audit elətdirə bilər, işə götürən işçiləri imtahan eləyə bilər, sertifikasiyadan keçirə bilər, avtomobil almaq istəyən texniki baxışdan keçirər təbii ki. Məlumat asimetriyası aradan qalxarsa, tərəflərdən alıcı da satıcı da win-win, yəni hər ikisi udmuş olar. Və siz bu problemin həllini necə görürsünüz? Zəhmət olmasa rəylərdə yazın, müzakirə edək.